Siz siz ne dediniz? Neye razısız Kubra Hanım? Evlenmeye razıyam. Ay Allah. Ay Allah. Ay Allah, mən yuxu görürəm. Siz, Kumru Hanım, siz doğrudan benimle... Mən sizinlə evlenmeye razıyam. Ay aman, mən inanı bilmirəm. Eğer bu yuxudursa, ay Allah'ım, ayıtma beni, ne olar, ayıtma, ne olar. Yaxşı, bəs Kumru Hanım, birdən-birə ne oldu ki, belə qərara gəldiniz? Çox fikirləşdim. Mən təkəm bu həyatda. Sizin də fikriniz evlənməkdir. Düşündüm ki, ən doğru qərar budur. Əlbəttə, doğru qərar vermişsiniz, əlbəttə. İnanın, mənə bu saat hisslərimi idarə eləyə bilmirəm, Kumru Hanım. Mən sizə söz verirəm, Kumru Hanım. Söz verirəm ki, sizi dünyanın ən xoşbəxt qadını eləyəcəm. Hər dəfə belə eləyirsən, ürəyim əsir. Elə bilirəm ki, ölmüsən. Ölüsən çünki. Hər dəfə gedirsən, o dünyanı görüb gəlirsən. Mən də sən bir yerdə. Mahirci olacağım, elə sabah gedəcəm ana. Söz versən. Hə. Narahat olma. Hər şey yaxşı olacaq. Gözləyəcəm səni. Allah, dilim ağzım kurudu. Su süzün size de Kumru Hanım. Yox. Vallahi axırıncı dəfə nə vaxt belə xoşbəxt olmuşam, heç bilmirəm. Evlilik məsələsini necə eləyək? Axı siz hələ də ailəlisiniz.
Uşanıram ben Qumru xanım. Bir iki günlükdür, bugün sabahlıqdır. Vəssalam. Rahat evlənə bilərik. Qumru. Olar mən sizə sadəcə sən deyim Qumru, hə? Bizi sizi bıraxaq getsin. Axı biz bir ailə olacağıq. Olar. Sən deyə bilərsən Bəbir. Ay Allah. Qumru, sənin dilindən öz adımı eşitmək bağışla. Biraz hislere kapıldım. Hele de inana bilmirəm. İnana bilmirəm bax. Sən necə razı oldun axı özü də belə bir vaxtda. Yəni birdən-birə demək istəyirəm. Neyse, əsas odur ki, razılaşdın. Xoşbəxtliyi ertələmək olmaz. Zəng gəlir sizə. Ne? Boş ver. Vacip değil. Vacip değil. Harda kalmıştık? Məhkəmədən sonra Qumru, gel birlikte gedək asan xidmətə, nikah üçün müraciət edək, hə? Baxarıq. Toy, ne bileyim, hiçbir şeye bakmazdım. Sadece ananın yası var. Yoksa sana elə toy eləyərdim ki, bütün cemaat danışardı. Sana, necə deyim, belə dünyanın en bahalı gəlinlik paltarı alardım. Toy halında deyiləm. Bilirəm, bağışla, bilirəm. Sən ürəyin ne istəsə, onu da eləyəcəm sənin üçün. Tek ki biz bir yerdə olaq. Mən gedim. Mən səni ötürüm Qumru. Ehtiyac yoxdur. Bu neydi ay Allah? Ha deyiri sultan sus, ha göz qaşı eləyirik. Yox, susmur ki, susmur. Sən Allah heç yeri idi, gəlib yas yerində dava salmağın, ay sultan. Görmürsən, onsuz da qızın qəlbi qırıqdır. Harada qaldı bu qızı? Mən bəyəm Qumrunun pisliyinə nəsə deyirəm. Sənin xəbərin olmadı, bəyəm biz çayxanada öldüyü yerə girdik. Deyirəm, bu Bəbir təhlükəli adamdır da. Özü də deyir ki, ərim də, anam da ona görə rəhmətə girib. Nə istəyirsən sənə də nəsə olsun? Qumru, haradaydın? Vaxtda sənə görə narahat qalmışıq. Bəbirin yanına getmişdim. Sənin orada nə işin var? Getdim, razılıq verdim. Nəyə razılıq verdin? Bəbirlə evlənməyə. Nə? Qum, sən nə danışırsan? Danışır da. Nə üzünə baxırsınız? Acığından eləyir. Acığından eləmirəm. Bəbirlə evlənəcəm.
Qumru, bu nə sözdür deyirsən sən? Ağlın qaçıb sənin. Yaxşı da, hə? Ağlım qaçmayıb. Qərarlarımı özüm verə bilirəm. Fikrimdən də daşınmayacağam. Ha nə qərar, nə danışırsan sən? Sən necə belə bir şey eləyə bilərsən? Bəs Qədir? Bəs sən Qədiri sevirdin. Bə nə oldu? Ölürdün onun dərdindən. Nə oldu bəs? Yaxşı da Sultan, yaxşı. Ha bir dəqiqə dayan görüm ha kişi. Bə dünənə qədər nə oldu? Ağlayırdın Qədir üçün. İndi gedib o qoca kaftanla evlənəcəksən? Və Qədirin qəbrinin üstündə yeri cırmaqlamırdın sən? Yaxşı da Sultan, bir dəqiqə sakit Ay ol. nə yaxşı bir dəqiqə diyorum ha kişi dayan. Sultan. Nə oldu? Bütün dedikodular düz imiş. Deyil onda siz bir yerdə görüşürmüşsünüz də. Ha? Sultan, Gəl görüm ha kişi. Camaata şov göstərməklə deyil. Gəl bir dənə çölə. Gəl bura. Gəl. Gəl Bekar. Əməl mənə çağırmışdın. Bəli. Deyirəm, nə fikirləşirsən? Mən evlənirəm. Nə? Kimdən Əməl? Qumru xanım. Razılıq verdi. İnana bilərsən. Oo. Təbrik edirəm ay müəllim. Vallahi açığım mənim də inanmağım gəlmədi. Düzü heç mən özüm də gözləmirdim valla. Belə, necə deyim, mən sənə belə yuxu kimi gəlir mənə, amma Bekar, həyat elə bir şeydir ki, dünən qapqara olan bir şey, bugün belə... Ay müəllim, sağ qurbanım. Xavər xanım bilir bu məsələni. Nə deyirəm, yəni siz hələ... Hə, Bekar, boşanırıq oyla. Vəssalam, sabah məhkəmədir, hər şey bitir. Nə deyim valla? Bekar, mən hələ ömrümdə heç kimə bu qədər bağlanmamışam. Bilirsən, bu qadın məni, necə deyim sənə, məni insan elədi, uşağa çevirdi. Bilirəm müəllim, bilirəm, başa düşürəm. Mən onu görürəm, hiss eləyirəm. Mən bilirsən, bu qadın üçün hər şeyimdən keçərəm, hər şey eləyərəm, dağları yerindən oynadarım, Bekar, dağları. İnşallah xoşbəxt olarsın ay müəllim. O yaraşır, xoşbəxtlik sizə yaraşır. Bekar, bax sən necəsən? Necə hiss eləyirsən, o da sevir məni, səncə? Ay müəllim, sağ qurban olun. Mən bilirsən ki, bu qadınların ürəyini oxuya bilmirəm də, bu iş mənlik deyil. Amma bir şeyi yaxşı bilirəm. Onu yaxşı bilirəm ki, siz onu dəlicəsinə sevirsiniz. Dəhşət. Hə, Bekar. Hə. Çox sevirəm, çox sevirəm, Bekar. Bilirəm müəllim, bilirəm. Amma bir sualım var sizə. Bu evliliyin fəsadlarından qorxmuşsunuz ki, müəllim, mən... Yox. Mən nə olursa olsun Qumrudan əl çəkməyəcəm. Yaxşı, müəllim, məni niyə çağırmışdınız bəs? Hə. Hə, Bekar. Bu evliliklə bağlı sənə bir-iki tapşırıq vermək istəyirdim. Mən qulluğunuzda. Deyin. Amma bu söhbət bizim aramızdan çıxsa, özündən küs. Eşitdin məni?
Ay müəllim, indi bir dənə səhvimiz oldu da. Elə şey olar, ömrü boyu. Karam, çoram, lala. Hal oldu da. Öyrənirsən vallahi peki. Öyrənirsən yavaş yavaş. Hər şey yavaş-yavaş olur da müəllim. Ah. Bak sen neye qışqırırsan Sultan, qurban olum sən. Neye qışqırırsan? Sən cəmaatın içində bizi biabır eləmək istəyirsən. Ay kişi, cəmaat onsuz da hər şey eşitdim. Onsuz da biabır olmuşuq. Sən elə danışırsan ki, elə bir mənə təsir eləmir. Mən də yandırır da, mən də yandırır. Mənim yandırmır, qumru deyə qumru, qədrin arvadı. Amma səbirli olaq da, neyniyəcəksən? Qadın xeyladı, gedək döyək, hə? Gedək döyək onu. Yekə kişi sənə, sakit ol da. Özü heç mən bu söhbətə inanmıram. Məncə qumru acıq eləyir. Gedib heç bəbirlə danışıb da eləməyib. Bizi zırnatmaq istəyir. Acığa söz deyən adam gördün sən içəridə. 100% gedib danışıb. Nə bilmək vallahi Sultan. O boyda itkidən sonra məncə bu qızın psixologiyası korlanıb. O qızın yoxsa sənin psixologiyun korlanıb. Ağzımda deyirəm ki, Qədirin arvadı ərə gedir. Sultan, bir dənə sakit ol. Heç kəs, heç hara getmir. Bildin? Bəbir də qələt eləyir. Hirslidir də. Hirslidir, hirsindən deyib. Qoy sakitləşsin, sən də biraz sakitləş. Biz sabah hamımız bir yerdə gələk, oturaq, danışaq da. Hə, Ülkər. Aha, biraz əsəbiyəm. Ha, nə bilim, ürəyim partlayacaq mənim burada. Hardasan, gəl görüşək. Yaxşı, yaxşı. Sən öl, dəli olacam. Dur gedim, qurban olun. Ay, İslam eləməyin də belə də, İslam eləməyin də belə də. Götürmürəmsi deməli işim var da. Hə, xavər. Səni arda-arda yığıramsa, demək ki, vacib sözüm var da. Xəbərim var, oğlun qaçıb klinikada. Başa düşmürəm, necə yəni qaçıb? Yoxdur da, çıxıb arada. Səni də yığıblar, başın nəyisə qarışıbsa götürməmsən. Mən gedirəm evə. Sən də axtar gör harda ola bilər. Ata kimi biraz da oğlunla maraqlan da. Lənətə gələsən səni, Seyran. Ən xoş günümü də qapqara elədin. Cahangir! Cahangir! Bəli, müəllim. Bəli, müəllim. Cahangir, Seyran səndən əlaqə saxlayıb eləməyib ki? Yox. Mənə bax, düzünü de. Vallahi düzün deyirəm, müəllim. Seyran reabilitasiyada deyil. Oradan ancaq ailə üzvlərini yığa bilər də, mən necə yıxsınmışam? Qaçıb oradan. Nə danışsan ay müəllim? Müəllim, uşaqda fərasətə bax, sən Allah. Yaxşı. Bir şey bilsən, mənə xəbər elə. Gedim görüm hansı cəhənnəmdə axtarıram onu. Narahat olmayın, müəllim, mütləq. Ay, dələ duz gədə. Oradan quş uça bilməz, bu nətər qaçıb, hə? Bunu yığım görüm. Alo. Rəşid salam, sənsən? Hə, nə var, nə yox? Bekardır. Hə, de, ağa bala da səndə. Hə, mənə baxın, ömrəvi dəyişmişsən sən. Neçə gündür yığıram, zəng çatmır. Hə? Şükür, mən də yaxşıyam, sağ ol, çox sağ ol. Mənə bax, sən yenə də o işlərlə məşğulsan, da? Hə? Hə. Bir sən nə lazımdır mənə? Daş-qaş lazımdır biraz. Ay, elə şey olar, ayıb olar səndə. Yox, narahat olma, yox.
İndi mən də bilirəm ki, sən bu işin ustassan da. Ay Rəşid, qurban olum. Bəs mən bilmirəm kimə yığıram. Hə. Yox, yox, ay nə yer malı xarici olsun. Ay nə deyirlər onun adına, qoy görüm. Brent, hə, Brent malı olsun. Hə. Hə, xeyir iş olacaq inşallah. Ona görə lazım. Mən qardaşım, dəyərli qardaşım. Hə? Hə, yox, mən evlənmək nədir, sən də Allah evlidirsin. Özümü güclə saxlayıram. Hə. Bəbir müəllim evlənir. Hə? Hə, müəllim də nə bilim vallahi, heç özü də bilir ki, nə istəyir. Xeyir iş eləyir. Bizdən nə qalır? Bizə o qalır ki, Allah işinə van eləsin, Allah xoşbəxt eləsin. Bunu deyək, işimizlə məşğul olar. Hə. Hə, sən bax quzu kəsərəm. Belə olsun ki, ləyaqlı bir şey olsun. Amma da bu işlə ciddi məşğul ol ha. Gündə soruşacaq ki, bekar nə oldu, bekar nə oldu? Özün də bilirsən ki, o səbirsiz adamdır. Hər gün soruşacaq. Bu işdən bax, heç kimin xəbəri olmasın, Rəşid. Ağzından çıxmasın. Əsas da bilirsən də bu ailəni tanırsan. Xavər xanım eşitsə, batdıq. Əsas da mən. Hə, sən quzu kəsərəm. Bir daş atda, bir daş üstsə. Hə, yaxşı, yaxşı, yaxşı. Hə də, tezləşdirək. Sonra danışarıq da. Yaxşı, xəbər gözləyəcəm səndən. Oldu, hələlik, sağ ol. Ay bekar. Sən nə hoqqa verirsən, ha kişi? Deyirəm, bu işin üstü açılsa, gəl indi ağa bala, çıx bunun altına görüm nətər çıxırsan. Qumru. Qumru, sənə qurban olum. Gəl sabah gedək psixoloqa. Bir neçə seans götür, başıma dönərəm sənin. Hə? Bundan da narahat olma, həll eləyərik. Həyat mənə seans keçdi, Mələk, narahat olma. Əsəblərim də möhkəmdir. Dəmirdəndir. Bəs onda niyə... Nəysə, boş veri. Yəqin onda ciddi demirdin də, hə? Ciddiyəm, Mələk, çox ciddiyəm. İnsanlar məni bunu məcbur elədi. Mərdi qova-qova namərd elədilər. Mən öz ərimdən, uşağımla sakit həyat yaşamaq istəyirdim. Nə heç kimin malında, nə də ailəsində gözüm yox idi. Öz ailəmdə xoşbəxt idim. Bədbəxt elədilər. Əzib keçdilər üstümdən, olmayan şeyləri üstümə yıxdılar. Əvvəlcə o xavər elədi. Hədər yerə şillə yedim. Sonra məhəllə cəmaatı, sonra qardaş dediklərim. Bundan betər mənim nə olacaq? Onsuz da adım ləkəlidir. Elə demə, sənə qurban olum, elə demə, Qumru. Əvvəlki Qumru öldü. Yoxdur dayaq Qumru. Öldü. Mən öz yolumu müəyyənləşdirmişəm. Qədrin də, ananın da ölüm sirrini ortaya çıxardacağam. Qoy hamı mənə pozğun desin. Amma mən əzizlərimin heyfini çıxmadan ölməyəcəm. Ay xavər, Seyrandan xəbər yoxdur, heç bir xəbər ətər yoxdur. Öldürəcək bu uşaq məni. Eybi yoxdur da, yəqin gələr də, pulu yoxdur axı. Hara gedəcək, gələr evə də. Mənə bax, indi səni gördüm qapıda. Mənə deyir ki, ərin Qumru ilə evlənir. Rəfiqə də bunu eşidib, əsəbləşib, neyniyib, ondan infarkt vurub, onu ölüb. Bunun səni də başı xarab deyil, kiç-kiç şeylər danışırlar. Sən yaymışsan bu söhbəti? Səndən çıxar bu söhbətlər. Mən niyə yayıram ki, başa düşmədim. Mən yaysaydım elə deyərdim ki, bəbir öldürtdürüb də, niyə deyirəm infarkt vurub? Nə olar, bu məsələləri indi danışmayaq da. Əsas Seyrandır. Mənə bax, nə oldu, tapdın? Əllərimlə aparıb qoymuşdum kitabımda. Klinikaya aparıb atmaqla deyil. Ay qız, sən deyildin mənə yalvaran, apar onu müalicə elətdir.
Bircə dəfə getdin onun yanına. Elə alçağın yanına heç getmək də lazım deyil. Gül kimi müalicəsini alırdı da. Sənin hoqqaların... Xavər xanım. Neyse. Cahangir'e tapşırmışam. Tapan kimi bize haber eləyəcək. Gözdə, xəbər eləyər. Uşağımın başına bir iş gəlməsə yaxşıdır. Müalicəsini hədər elədiniz. Dene ikinci kabinete de baksın. O birisi. Ha, apar ora. Nə dədəsindən xeyir gördüm, nə balasından. İndi gəl tap da bu vicdansızlıq, hə. Qoy, qardaş. Ala. Ya, yenə göstəriş verirsən, nətərsən? Nə var, nə canın başı nətərdir qadanam? Qaydasındadır. Qulaq as, Bəli. bizim bu Seyranı görmədin. Seyran. Hələ Seyran da arıq oğlan mənlə gəlir deyəm ki, keçən dəfədən mitrin atdıq, maçını apardıq. Ha, o deyirsin. Ay, sağ ol. Vallahi onu çoxdan da görmürəm, o haçandan da görmürəm. Hə, çoxdan da yoxdu olmağına. Bu dəqiqədə də sana son axtar. Nə məsələ? Aparıb qoymuşlar reabilitasiyaya, diyor, müalicə alsın. Oradan da qaçıb, hə, oradan quş uçmaz deyə. Sənin adın Eldəniz idi, elə mi? Yox, Eldəniz deyil. Səhv yadımda qalıb, hə? Hə, səhv yadınızda qalıb. Olar. Qulaq as, administratorunuzda mənim nömrəm var, denən Cahangir müəllim. Əgər Seyran işdi, şayətdir, mən bilirəm ki, o məni axtarır, o gəlib çatacaq buralara. Onu tapdınız, mən xəbər edin, xahiş edirəm. Yaxşı? Baş üstə. Eldənizə də salam deyərsin. Salam göndərə sağ olsun. Oxşatdım ha sən ona. Olur. Yenə deyirəm, xahiş edirəm. Çox lazımdır, vacib lazımdır. O gəlsə, eləsə bir dənə xəbər edin, yaxşı? Qurban olun, özümü çatdıracaq. Narahat olmayın, müəllim. Sağ ol. Sağ ol. Vicdansız gədə, vicdansız. Hardasan sən? Dediyimi elədin? Ha, gəl, gətir məni ora. Yaxşı da sakit ol, çox gərginsən də, görüm nə olub, nə baş verib. Nə olacaq? Bu qumru başımı xarab edib yenə. Qumru, hə o qız, nə olub ki? Gedib Bəbir müəllimə hə deyib. Xavər xanımın yoldaşına. Aa, onlar boşanıblar bəyəm. Yox, Bəs necə olacaq? nə bilim, başım çıxır ki. Bu qız öz təsdiqinə görə daha eləmədiyi şey qalmadı. Ay Allah. Yazıq Xavər xanım, təsəvvür eləmirəm, yəni işçi nə vəziyyətə qalacaq. Yox, Xavər xanıma sən heç nə demə. Özü haçanı öyrənər. Bəlkə heç bu söhbət alınmadı, yalandan deyib bizə. Vallahi əslində qızı da qınamalı deyil. Yazıq əvvəl ərini itirdi, indi anası. Bəlkə nəsə fikirləşdiyi bir şey var. Ha, belə fikirləşmək olar. Dünən anası ölüb, özü bu gün ərə gedir. Nə ölüyə hörmət qoyurlar, nə diriyə. Əslində razıyam səndən, düz deyirsən, amma vallahi adam qalır ki, belə nə desin. Vay Allah. Belə övlad, belə oğul olar. Gör nə hala saldı bizi. Vaxtında tərbiyə verməyə lazım idi. Sən kimə deyirsən, ay qız? Kimə deyəcəm sənə? Deyinməklə deyil. Anasan, sən, ana. Nə tərbiyə verdin? Sən düş elə o qızın dalıcan. Xavər. Hə, Cahangir. Müəllim, Seyranın yerini tapmışam. Mənim nömrəm verib bari, gəl telefon zadı yoxdur. İndi polis deyirlər məndən. Gedirəm həmin yerə, indi ünvan atacam, siz də gələrsiniz də. Hə, at, yerinə at gəlirəm indi, at. Tapıb yerini. Hə, Mən də gəlirəm. Mən də gəlirəm. Yox, sən burada qal. Bu Seyran düzələn deyil. Yox, təki düzəlsin, mən nə deyirəm. Amma belə görürəm ki, heç düzələn deyil. Lətifə. Bekar. Bekar. Bekarı nə inirsən?
Necə yəni, neynirsən? Çiynimə mindirəcəm. Gəlsin maşını sürsün də. Biz bilmirik uşaq orada nə vəziyyətdədir. Lazım deyil bekar, özümüz gedək. Gəzən səs söhbət düzdür. Qumru ilə doğrudan sevgilisiz. Tutaq ki, elədir. Nəsə etirazım var. Nəyimə lazım elə belə dedim. Cəmaət soruşanda bilim də nə deyim. Bilmirsən, sualı verəndə cavabını almasalar əl çəkmirlər. Nə danışdın sən? Gedib cəmaatın yanında belə söhbətlər eləyirsən. Nədir, səhv deyirəm? Xavər, biz sənlə hələ boşanmamışıq. Gör bir nə deyirsən, Mən bilirəm, biz boşanmamışıq. Görünürsən, bilmirsən. Estağfirullah. Onsuz da evdəki avara mənim bütün əsəblərimi körləyib. Sən də bu tərəfdən başlama. Onun bunun yanında ağzına gələni danışma. Qutar bu söhbətləri. Yaxşı, gəl. Gəl. Ailə Tiş, Bəbir məni çağırırdı. Oy, sən evdəsən? Getmədin sən? Görmürsən evdəyim. Hara gedim? Oo, bəs Seyranı gətirməyə də Xavərgillə. Getdilər. Bəs mənə demədilər ki. Nə bilim. Dəhşət səni ay bekar, vaxtında çıx da. Yəqin çağırıblar, görüblər ki, çıxmırsan, çıxıb gediblər də tələsirdilər. İndi bilməyəcək orada nə oldu, nə baş verdi, nə etdilər. Bağışlayın sağ Ailə Tiş xanım. Üzr hesab edin bu dəfə məlumatları sizə düzgün vaxtında ötürə bilmədi. Siz Allah bağışlayın. Az elə deyirsən ki, elə bir nə olub? Narkoman da azı gedirlər də, nə var ki burada? Bax. Can kimi dur. Eşitmədim də bilmədim. Ay Seyran, niyə tərs eləyirsən axı? Seyran. Dədə. Dur da nə olar, qurban olum, dur gedək də nə olar. Gəlmə mənə Cahangir. Ürəyim bular. Bəs indi neyniyək? Burada qal ha səhərə kimi. Hay Allah, bu nə də, mən necə bilə düşmüşəm hə? Seyran, Aman gəldi, dur. Seyran oğlum. Xavər xanım gəldi, Ay dur. Seyran, Ana. Seyran. Yaxşısan Seyran. Baxım sənə, baxım. Yaxşı deyil ana. Yaxşı. Ana bağışla məni olar. Can. Sənə söz verdim, tuta bilmədim sözümü olar bağışla məni. Hər şey yaxşı olacaq. İşte məni yaxşı olacaq balam. Bilirəm, sən istədin, amma eyb yox, eləyəcəksən, hər şey olacaq. Eşidirsən məni? Can. Qumru, sənə qurban olum. İndi
Nəsə deyəcəm, deyəcəksən ki, belə əsəbi olmusan, hirsli olmusan, əsəb başda ağıl olmaz deyirlər. Daha nədən qərar vermirsən. Sən, qurban olum, bəlkə bir də fikirləşəsən. Mələk, mən artıq qərarımı vermişəm. Bu dəqiqə mənim üçün daha yaxşı yolu yoxdur. Bizim üçün belə daha yaxşı olacaq, inan. Mən də istəyirəm, sizin üçün ən yaxşısı olsun, sənin üçün, Lalə üçün. Amma nə bilim... Sultan getdi. Hə. Sakitləşmir deyə güclə yola saldım. Ay Qumru, mən də sənin bir qardaşın. Gəl sən bu addımı atmamışdan qabaq, bir otur yaxşı-yaxşı fikirləş, bir məsləhətləşək. Görək bu addım düzdür, səhvdir, ondan sonra nə istəyirsən hərəkət elə də. Biz də sənin yanındayıq. İslam gecdir. Mən artıq cavabımı vermişəm. Bu mövzu haqqında daha çox danışmaq istəmirəm. Qumru, güya biz danışmaq istəyirik. Vallahi biz də danışmaq istəmirik. Sən görmədin, Sultan çöldə nə haldaydı. Özü fikirləşmirsə, heç olmasa bizi fikirləş də. Allah ki, sənin yaxşılığa deyirik. İslam, xahiş edirəm. Üstümə bu qədər gəlməyin. Mən bilirəm nə edirəm. Sən bildiyin hal budursa, indi bilmədiyin Allah bilir. İslam. Nədir? Səhv deyirəm, düz deyirəm də. Sən də bir şeydir də. Nə deyim, vallahi heç özüm də bilmirəm. Ay Qumur, sən niyə başa düşmürsən? Biz əgər bu işin üstünə düşməsək, vallahi deyirəm, çox pis şeylər ola bilər. Sənin bizdən başqa heç kimi yoxdur. Biz sənin ailənik. Biz istəyirik ki, sənə yaxşı olsun. Pisliyimi istəmirsinizsə, onda bu məsələyə qarışmayın. Xahiş edirəm. Qumru, deyim bil. Əgər sən Bəbirə getsən, elə bir Qədri ikinci dəfə öldürdün. Yolların çay kimi axar görəsən, üstünə yağışlar yağar görəsən, səninə yandırıb yaxar görəsən, özü öz külündən dirilən adam. Qəlbini səmaya aça bilərsən, içindən min işıq saça bilərsən, nə qədər bacarsan qaça bilərsən, günahın əlindən dirilən
dirilən adam. Sıyrılıb hər dəfə günah səsindən, qurtuldub xəyanət qəhqəhəsindən, hansısa bəstəkar zümzüməsindən, bir şair dilindən dirilən adam. Keçər gecələrin kədərlə birgə, ümidin yaranar qəhərlə birgə, oyanıb qalxarsan səhərlə birgə, günəşin içindən dirilən adam. Bəstəkar zümzüməsindən, bir şair dilindən dirilən adam. Keçər gecələrin kədərlə birgə, ümidin yaranar qəhərlə birgə, oyanıb qalxarsan səhərlə birgə, günəşin içindən dirilən adam. Dirilən adam.